Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Məni hansı gün izləyirsinizsə, o gününüz uğurlu keçsin. Mən bu gün yeməyə balıq bişirmək istəyirəm, amma öncədən balığı duzlayıb istiyotduyub qoyacam kənara. Qızımı məktəbə aparıb qayıdandan sonra bişirəcəm ki, balıq duzu canına yaxşı çəkmiş olsun. Keçən vloqların birində bu balıqdan bişirərkən xeyli insan soruşmuşdu ki, balığın adı nədir? Balığın adı xanımlar fareldir. Farel çox dadlı balıqdır. Tıxı iri-iridir, xırda tıxı heç yoxdur. Tamirlanın da ən sevdiyi balıqlardandır. Marazinikdan da təzə çıxartmışam, gecədən çıxartmağı unutmuşam. Hələlik burada saxlayıram ki, biraz donu açılsın. Xanımlar, vloqlarda görə bilərsiniz ki, mən moykanı çox tez-tez yuyuram. Bunun səbəbi odur ki, balıqdır, toyuqdur, ətdir. Bunları yuyarkən hər zaman arxasıca mütləq moykanı şampunlayıram. Ona görə şampunlayıram ki, mən hər zaman elə başa düşürəm ki, çiy qidalarda mikrob olur və o mikrob da yayılır hər yerə. Əgər moykanı şampunla təmizləməsəm, mən ora heç bir qab-qacaq yığmıram. Şampunlayandan sonra arxayın oluram ki, təmizdir, nəysə yığa bilərəm ora. Amma ki, toyuğu əti yuduqda, indi balıq yumuşam deyənə tək şampunladım. Toyuqla əti yuduqdan sonra ən axırda xlorlayıram. Bunu da edirəm ki, təmizləyib dezinfeksiya elədiyimdən arxayın olun. Əgər mənim vloqlarıma fikir versəz, hər zaman görəcəksiniz ki, çiy nəyəsə əl vursam, oranı mütləq şampunlayıram. Və xanımlar, bu günü bütünlüklə sizə çəkmədim. Çox yeri kəsmişəm, az-az hissələr paylaşıram ki, artıq neçə dəfədir ki, bir günümü bütöv çəkirəm. Düşünürəm ki, bu eynilik olar, sizin üçün də maraqsız olar. Bu səbəbdən də hissə-hissə çəkirəm. Balığı bastırma edib kənara qoyandan sonra uşaqlar yemək yedi, biraz törtökünə baxdım və indi də gedirik məktəbə. Aparıb məktəbə qızımı yola salıb, sonra gələcəm balığı bişirməyə. Ən önəmlisi də ki, evdə qonaq otağındakı şkafı yığışdırmalıyam. Orada dəhşət düzənsizlik var və neçə vaxtdır ki, oranı yığışdırmıram. Bugün sizinlə birlikdə o şkafı yığışdırarıq və orada da bir-iki qablar var ki, ayırıb qoyacam ki, ehtiyacı olana verim. Mənim paltarıma da burada fikir verməyin. Evdə geyindiyim paltarla gedirəm. Mənim üçün belə halların önəmi yoxdur. Əgər ev paltarım təmiz, səliqəlidirsə, bu vəziyyətdə mən mağazinə də gedə bilərəm. Və xanımlar, evə gedirdim ki, elə qaynatam zəng elədi ki, poçta onun üçün bağlama gəlib. Gedirəm ki, poçtdan bağlamanı götürüm, sonra gedək evə.
Və xanımlar, gördüyünüz kimi balığı da bişirdim, Tamerlanı da yedirdim. Artıq Tamerlanın yatmaq vaxtıdır. Yeyəndən sonra aparacağam ki, Tamerlan yatsın. Tamerlan da yatandan sonra mən biraz şkafı təmizləyim. Şkafı təmizləməyi də ki, xanımlar, özüm Tamerlanın yatmaq vaxtına saldım ki, yatsın, mənə mane olmasın. Təbii ki, həmişə kimi yeni yarıda oyandı, amma o oyanana kimi xeyli iş gördüm. Deməli xanımlar, bizim qonaq otağında əvvəllər mənim anam verdiyi mebellər var idi. Evdən çıxartdığımız günə kimi çox yaxşı vəziyyətdə idi. Heç bir problemi yox idi. Sadəcə olaraq ev balacadır deyənə, mənim də anam mənə çox mebel vermişdi deyənə, biraz evdə sıxlıq yaranmışdı. Təsəvvür edin ki, bu balaca qonaq otağında nə istəsəz var idi. Stenkadan tutmuş komota kimi divan, kreslo, jurnalni, TV-stand, o qədər çox əşya var idi ki, mebelin olduğu qədəri ilə qab-qacaq da çox idi. Bir gün belə qərara gəldim ki, bu mebellərin hamısını çıxardım bayıra. Yoldaşımla da məsləhətləşdim. O da dedi ki, necə istəyirsən, elə də edək. Eləsi var idi ki, ehtiyacı olana verdim. Elə mebel də var idi ki, biz onu satdıq. Bir dənə mebellərdən bu gördüyünüz abedni stolu saxladım. Yadınızdadırsa, mənim bu oturacaqlardan öncə kojadan stullarım var idi. Onları da verdim ehtiyacı olana, yerinə bunları aldım. Və mən yoldaşıma dedim ki, istəyirəm ki, evdə boşluq olsun, rahat hərəkət etmək olsun. Sırf ona görə bir divan, bir də abedni stol saxladım. Başqa əşya da qoymaq qətiyyən istəmirəm. Yoldaşım gələndən sonra da TV stendi də ya satacağam, ya da ehtiyacı olana verəcəm. Bu mebelləri evdən xaric elədiyimizə görə nəticədə mənə qab-qacaqları qoymaq üçün bir şkaf lazım idi. Mən də yoldaşıma dedim ki, bu arada onda deyim ki, yoldaşım qəşəng mebel düzəldə bilər. Amma yoldaşımın iş sahəsi bu deyil, sadəcə olaraq həvəskardır. İstədim ki, mənim üçün qapı arxasında görünməyəcək şəkildə düz patoloka kimi şkaf yığsın. Və belə də elədi. Yoldaşım ölçdü, biçdi, getdi materialları aldı və şkafı mənim üçün düzəltdi. Şkaf gördüyünüz kimi elə bir yerdədir ki, evə daxil olarkən qətiyyən gözə çarpmır, nə də ki, əlavə yer tutmur. Qapının arxasında olduğuna görə onsuz da qapının arxası boş qalırdı. Yəni belə olmağı avantajdır, əlavə yer tutmur. Xanımlar, bunları da burada deməyimin səbəbi odur ki, bir dəfə bir izləyici mənə yazmışdı ki, sən heç cehiz götürməmsən, mebellərin azdır. Buradan da bunu qeyd eləmiş oldum. Tam əksinə, mənim anam mənə o qədər çox mebel vermişdi ki, evdə onları yerləşdirməyə yer yox idi. Allah analarımızın canını sağ eləsin, ömrünü uzun eləsin. Mən gözümü açandan, ağlım kəsəndən görmüşəm ki, mənim anam bizi üçün cehiz yığır. Onun ki mənə, mənim o qədər cehizim var idi ki, onları yerləşdirməyə heç yer də yox idi. Buradan anam məni izləyir, dərsimi də verəcək. Yer azlığından nə qədər qab-qacağımı ehtiyacı olana vermişəm ki, hələ də verməkdə davam edirəm. Baxın xanımlar, böyüklərimiz həqiqətən də çox doğru deyib ki, uşaq evdə nə görərsə onu da edər. Mən də anamdan o qədər görmüşəm ki, bizi üçün cehiz yığıb, yeməyib yedirdib, geyinməyib geyindirib. İnanın ki, indi özümə baxıram, düşünürəm ki, həqiqətən də elə bir içimdə bir anam yaşayır. Yəni get-gedə onun kimi oluram. Mənim qızımın nə yaşı var ki, hələ 11 yaşı var. Amma mən onun üçün nə görsəm yaxşı əşyanı deyirəm ki, alım qızıma saxlayım. Hətta özümə qab-qacaq alanda deyirəm
deyirəm ki, bəlkə birini də qızım üçün alım saxlayım. Çox qəribədir. Əvvəl anama deyirdim ki, neynirsən bu qədər qab-qacağı alırsan, yığırsan. İndi özüm kopya anam kimiyəm. Yadıma gəlir ki, xanımlar, mənim toyum olan ərəfədə anam cehizləri upakovka edirdi ki, getsin oğlan evinə. O qədər pastellər, dəsmallar, qab-qacaqlar almışdı ki, hətta bir çoxunu mən bura getirmədim. İndi də özüm onun yolunu gedirəm. Qızım üçün bu yaşda cehiz yığıram. Bəlkə də bu sizə gülməli gələr, amma həqiqət budur. Özüm hələ cavan gəlinəm, mənim düşündüklərimə bax. Hələ əlavə görnələr düşünürəm. Qızıllarıma kimi öz düşüncəmdə artıq bölüşdürmüşəm. Hansı gəlinimin olacaq, hansı qızımın. Düzdür, çox qızılım yoxdur. Əlimdə, qolumda, boynumda gördüyünüz adi qızıllardır. Yəni ki, gündəlik taxmaq üçün. Amma ki, taxmadığım da var. Taxmadıqlarımı indidən bölüşdürmüşəm. İndi mənə qulaq asanlar deyəcək ki, sən lap yaşı çox olan insanlar kimi danışırsan. Amma bayaq dediyim kimi, insan ailədə nə görürsə onu da edir. Uşaq vaxtından anamdan belə görmüşəm deyənə, artıq bu xasiyyət məndə formalaşır. İstəməsəm belə, bəzən düşünürəm ki, mən özüm cavanam, amma sonra özümü idarə edə bilmirəm. Bir də baxıram ki, nəyisə alıb qoymuşam kənara. Bilmirəm bu yaxşıdır ya pis, amma mənə elə gəlir ki, çox yaxşı bir şeydir. Çünki anam demişkən, vaxtı çatanda insana tapılmış olur. Amma tərəddüd elədiyim bir nüans var ki, günü-gündən yeni modalar çıxır. Birdən mən aldığımı gələcəkdə qızım bəyənməz. Sonra da düşünürəm ki, bəyənməz, gündəlik istifadə edər. Qonaq qarşısına qoymaq üçün istədiyi kimi qəşəng qablar alarıq. Və xanımlar, sizinlə söhbət edə-edə şkafın demək olar ki, bütün qablarını şampunladım. Mən bunu tez-tez edirəm. Çünki xoşuma gəlir ki, mənə qab lazım olan zaman əl atanda təmiz olsun. Mən elə evlər tanıyıram ki, qonaq gələn zaman stenkadan qabları çıxardır, təmizləyir və düzür süfrəyə. Bu halı qətiyyən sevmirəm. Sadəcə qonaqdan qonağa qablar təmizlənir. Vaxtımın olduğu zamanlarda şkafın qablarının hamısını düşürdürəm aşağı. Bir-bir yuyub, qurudub, yerləşdirirəm yerinə. Bütün yuduqlarımı sizə çəkib göstərmirəm. Çünki belə də vlog çox uzun olur. Demək olar ki, qab yumağa aid olur. Və xanımlar, gördüyünüz kimi Tamerlan da oyandı. Sizə çəkmədən yeməyini də yedizdirdim. İndi isə gedirik Leylanı məktəbdən götürməyə. Bu arada işimi də yarımçıq saxlamışam. Qabların yarısı yuyuldu, yarısı qaldı. Gələndən sonra qalanları da yuyub yerləşdirəcəm yerinə. Hava da artıq qaralır. Saat 7-yə işləyirdi 20 dəqiqə. Gedək tez gələk ki, işlərimi də yekunlaşdırım. Bu arada xanımlar, sizin üçün çəkə bilməmişəm. Amma qızımın otağından xeyli palpaltar çıxartmışam ki, ehtiyacı olana verim. Palpaltarla bərabər iqruşka da var və qab-qacaq da var. Və eyni zamanda xalça da var. Artıq kimə verəcəyimi bilirəm. Düzdür, yığan zaman sizi üçün çəkməmişəm. Amma aparıb təhvil verəndə sizin üçün çəkərəm. Bunu siz istəyirsiniz, yazırsınız ki, nə olsa bizə də çək. İnşallah gedən zaman sizi üçün də çəkəcəm. Və xanımlar, artıq evdən çıxırıq. Mən çalışıram ki, həmişə evdən biraz tez çıxım. Əslində qızım 7-yə qalmış məktəbdən çıxır. Amma mən 7-yə işləmiş gedirəm ki, məktəbin yanında maşın saxlamağa yer olmur. Bu səbəbdən də biraz tez çıxıram ki, maşın saxlamağa yeri olsun. Bəzən heç o da olmur. Yer olmayan zamanda ki, xeyli məktəbdən uzaqda saxlamış oluruq. Belə olanda da Tamerlanı maşında qoyub məktəbə getmək mənim üçün riskdir. Bunun olmamağı üçün çalışıram ki, evdən tez çıxım. Və artıq məktəbə də çatdıq. Vlogdan da görsənir ki, məktəbin qarşısı bomboşdur. Uşaqlar hələ dərs keçirlər. Neysə ki, xanımlar, biraz gözlədik. Tamerlan da maşında başıma oyun açır. Leyla da gəldi, getdik evə, işimi davam etməyə. Bu arada evə çatan kimi Leylaya yemək verdim. Sonra başladım işimi görməyə. Artıq o hissələrini sizin üçün çəkmədim. Gördüyünüz kimi xanımlar, yuyub getdiyim qablar artıq quruyub. Qalanları da ki, bir-bir yuyuram.
Xanımlar, bu gördüyünüz ürək mənim əl işimdir. Baxın, bunu alt hissəsindən də bilmək olur. Adi kardondan düzəltmişəm. Üzərinə də ki, dənizdən yığdığım balıq qulaqlarına. Mənim belə əl işlərim çox idi. Yola balaca olan zaman hamısını sındırmışdı. Vaxtım olan zaman xoşlayıram ki, belə əl işlərini düzəldim. Bilirsiniz nədir? Yoldaşımla nişanlı olan zaman Qız Qalasına getmişdik. Oranın biletidir, hələ də saxlayıram. Məndə belə kimi üçünsə adi görsənən, amma mənim üçün dəyərli olan anılar çoxdur. Keçmişə aid adi kağız parçası da olsa, mən onu saxlayıb, gələcəkdə baxıb, nostalji hisslər yaşayıram. Hətta nişanlı vaxtı yoldaşım o zaman evdən məni qoymurdu bayıra çıxmağa. Mən o zaman darıxdığıma görə parçaların üzərinə muncuqlardan işləmələr edirdim. Bu arada bunu da göstərim sizə. Bu orijinal balıq qulağıdır. Bunu da ki, yoldaşımın nənəsi mənə verir. Yoldaşımın nənəsinə də valideynlərindən qalan xatirədir. Mən belə anısı olan əşyalara dəyər verirəm və onları göz bəbəyim kimi qoruyub saxlayıram. Bayaq dediyim muncuqlu parçanı isə saxlayıram, yaşım çox olan zaman baxıb, darıxdığım günləri xatırlamaq üçün. Bilirəm, bir çoxlarına qəribə gələcək, amma mən beləyəm. Xoşlayıram ki, anısı olan əşyaları saxlayım, illər sonra onlara baxım. Hətta məndə bir əsrdən çox yaşı olan möhür qabı da var. Onu da yoldaşımın nənəsi mənə verib ki, qoruyum, saxlayım.
Xanımlar, bu gördüyünüzü də mən düzəltmişəm. Amerikan servisi kimi gedir. Əgər istəsəz mən düzəldərəm, siz də baxarsınız. Əgər istəsəz rəylərdə mənə yazın. Necə düzəldirəm, sizə də göstərərəm. Xanımlar, bunu da ki qızımın müəlliməsi mənə pay vermişdi. Mənim üçün çox dəyərlidir, sevə-sevə istifadə edirəm. Və xanımlar, şkafı yığışdırdım. İndi düşünə bilərsiniz ki, yığışdırmışam, amma ki düzənsiz görsənir. Yəqin ki, özünüz də başa düşərsiniz ki, burada müxtəlif əşyalar fərqli boylardadır. Belə də olduğu zaman düzən yaratmaq olmur. Yəni ki, nəzərimdə tutduğum düzəni burada yarada bilmirəm. Əsas odur ki, təmiz olsunlar. Lazım olan zaman əlimə atım, təmiz götürüm. Həmçinin yuxarıda da eyni oldu. Nə qədər istədim ki, səliqəli görsənsin, alındıra bilmədim. Dediyim kimi, qabların hərəsi müxtəlif formalardadır. Belə də olan zaman sanki elə görsənir ki, necə gəldi bura qoymuşam. Baxın, sok bakalları necə düzənli görsənir, amma digər tərəf yox. Qabların fərqli olması nəticəsində belə görüntü yaranır. Təbii ki, bu mənim üçün də ürək açan deyil, amma başqa çarə yoxdur. Və xanımlar, bu şkafın lap üstdən son 2 polkasına əldə bilmədim. Çünki mənim ora boyum çatmır. Gözləyirəm ki, yoldaşım gəlsin, yuxarıda olanları mənə versin. Mən də təmizləyim, təzədən yığaq yerinə. Lap yuxarıda qab-qacaq deyil, mənim əl işlərimə lazım olacaq materiallar var. Bunların yarısı aşağıdakı digər şkafdadır, yarısı da bu şkafın ən üst polkasında. Və xanımlar, axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.